Salam uşaqlar, necəsiz? Yaxşısınızsa yaxşı olun. Bu gün biz sizə 2-ci Dünya Savaşı müharibəsi haqqında məlumat verəcəyik. Xahiş edirəm, abunə olub like atmağı unutmayın. İstəyirsinizsə başlayaq. 1939-cu ilin avqust ayında Alman hökuməti Sovet hökumətinə deyib ki, ay Sovet hökuməti, Polşa ilə yarıya bölüb və dost olaq. Sovet hökuməti də qəbul etdi. Sonra da onlar Polşanı yarıya böldülər. Fransa ilə İngiltərə onu görən kimi onlar da savaşa qatıldılar. 1940-cı ildə İngiltərə Alman hökumətinin donanmalarını vuranda Almanya bunu görüb pisləndi. İsveç, Norveç daşımalarla qatarla Alman hökumətinə gətirirdilər. 1940-cı ildə onu görən kimi ən birinci Danimarkanı, sonra isə Norveç'i aldılar. Onu görən kimi Fransa bir dənə çadır qurdu ki, düşməndən qorxur da, düşmənlər bizə girə bilməsin. Onu görən kimi ən birinci Alman hökuməti Lüksemburg, sonra Hollanda, sonra Belçikanı aldılar, sonra da onlar aldılar Fransa'nın yarısı və Paris'i də aldılar. Onun yarısından üst yerdə Alman hökumətin, alt yeri isə Vichy Fransası oldu. 1940-cı ildə Alman hökuməti Litvadan deyib ki, biraz torpaq alır, Litvada ondan qorxur və qəbul etdi, aldı. Sonra 1940-cı ildə Sovet hökuməti deyib ki, Litva, Estoniya və Latviyaya deyib ki, mən sizi ala bilərəm, onlar da qatılıb Sovet Birliyinə. 1940-cı ildə Sovet Birliyi Finlandiyaya deyib ki, ay Finlandiya, mən biraz səndən torpaq ala bilərəm. Finlandiya da deyib ki, qəbul etmərəm. Sonra da qış savaşı başladı. Qış savaşına başlayandan rağmen ən çox şəhid olan Sovet Birliyi idi. İkisi də qazana bilmədi, normal idi. Sovet Birliyinin xəyalı gerçəkləşmədi. Bir il keçdi də, bir il sonra da 1941-ci ildə görüb ki, Alman hökuməti dostluğu bıraxıb və savaş istəyir. 41-45 müharibəsi başladı. 41-ci illərdə Kiyev hər yer alınıb, Leningradda da 1942-dən 1943-ə qədər ona çatanda, 1943'e çatanda Moskvaya ve Stalingrad'a çattılar. Qış Almanları durdurmuştu. Almanlar Moskvaya az qalsın gedib alacaqdı. Birdən Sovet Birliği onlardan torpaq aldı. 1944-cü ildə hər yeri alıblar, Leningradı da. Aprel-may aylarında isə 2-ci Dünya Savaşının son bitən aylarında isə onlar Berlinə çatdı. Savaş kazanılandan sonra şərq tərəf Almaniyanın, qərb tərəf Fransanın, şimal tərəf İngiltərənin, cənub tərəf isə Amerikanın oldu. Amerika, İngiltere ve Fransa deyir ki, kaş bizde de Berlin bizde de biraz olsaydı. Sovet Birliği'ne dediler. Sovet Birliği de koydu ve koydu da. Çünkü dost olduğuna göre de onlar. Heç nə uşaqlar, sağ olun, salamat qalın. Bu qədər. Abunə olub like atmağı unutmayın. Görüşərik.